Salam əziz dostlarım, hər vaxtınız xeyirli olsun. Yeni videoma xoş gəlmişsiniz. Mən sizə Tayland ölkəsinin Pattaya şəhərindən salamlayıram əziz dostlarım. Sağınıza, sağınıza. Yes. Can I sit there? You will take me? Yanırsan? Masajka. Klublar belə görsəndiyinə baxmayın. Burada təhlükəli klublar da var. Sağ olun, təşəkkür edirəm. Yəni bunlarda çox özgürlük, rahatçılıq, azadlıq var. Həddindən artıq çox azadlıq var. Bax dostlar, hal-hazırda gördüyünüz, bax məsələn, bunlar manikür eləyirlər. Bunlar iş adamıdırlar. İndi bunlar özlərini burada düzəldirlər, eləyirlər, barmağın falan. İndi birazdan sonra çıxacaqlar iş yerlərinə. Hamısı burada hazırlaşır. Buradan iş yerinə hardasa 100-200 metr qalır. Gedirlər iş yerinə. Bax bunlar gördüyünüz hamısı iş adamlarıdır. Bunlar işə hazırlaşırlar, işə çıxacaqlar. Svadi ha. Niyə buradadılar? Nə vaxtdan bu işə başlayıblar? Nə qədər maaş alırlar? Hamısını sizə bir-bir öyrənib deyəcəm. Bunların hamısı yüngül həyata qulluq edən xanımlardır. Bugün mən Samillə yenidən şəhərə çıxış edirəm. Açığı biz bura gəlmişdik buranın adasına görə, dağına, dənizinə, suyuna görə. Amma biz buranın gecə həyatına ayrıla bilmirik. O qədər maraqlı, o qədər gözəl keçir ki. Aha, yerə başlayalım. Əlini tərəfinə getir, Samil. If you really hot, you need a go. You need a go. If it's hot for you, you need a go. Yanırsan? Qaqaş deyir ki, yanmısan bir teatrın qabağında, mən istədi. Gələ. Yanır. Mən deyirəm, yanırsansa özünə qız tap da, buradan doludur. You need a led boy? Led boy? You need? Okay. Qaqa, ilk öncə onu demək istəyirəm ki, Tayland çox gözəl bir yerdir. Yəni, çox mədəni, mərifətli, qanacaqlı, səssiz, küysüz. Yəni, mən Taylandda bir həftədir Taylanddayım. Bir dəfə bir dənə siqnal səsi eşitməmişəm. Yəni, bu çox şey deyir də demək, bu deməkdir ki, yəni, insanlar hamı mədəniyyətini gözləyir ki, kimsə kiməsə əsəbləşmir, kimsə kimin yolunu kəsmir, kimsə kimin qarşısına girmir, naqlı hərəkət eləmir, kiməsə nəyisə nito elədin, düzgün eləmədin, siqnalı yoxdur. Demək ki, hər bir şey qaydasında, qanununda gedir. Yəni, kimsə kimisə incitmir, əsas budur, ən önəmli. Normal yerli insanlar günüz işləyirlər, axşam yatırlar, amma ki, bütün turistlər hamısı elə biri bizim kimi səhər saat 7-də yatırıq, axşam saat 8-də dururuq. Saat 8-də dururuq, 9, 10, 11 yemək, nə bilim, çinmək, eləmək falan ora-bura. Saat ancaq 10-da, 11-də çıxa bilirik gecə həyatına. Gedirik gecə həyatı ora-bura, onunla biraz söhbət, bununla biraz söhbət. Vaxt elə gedir ki, heç xəbərin də olmur. Bir də görsən ki, səhər saat 5-6-ya yaxınlaşıb, hamı dağılışır evinə. Hər içkili bir tərəfdə, biri haçarını itirir orada uzanır, biri haçarını itirir burada. Gizləyir, səyləyir, yəni belə. Amma kimsə kimlərsə ziyan törədir, ancaq deyib gülməkdir, belə. Hello. Çay kanı. O da dostlarımız. Ha? Gör nə deyir Şahin, gör nə deyir. You want me to sit there? Yes. Can I sit there? Yeah, where you go? You will take me? Okay, have a good day. Yəni gördüyünüz kimi dostlar, özləri də yaxınlaşırlar, deyirlər ki, gəl otur səni aparım. Gedib prosto burada otura bilərsən, dedim yox, otura bilmərəm burada. Çünki yer çox az idi. Gördüyünüz məsələn baxadın, bax indi ona salam verim. Hello! Bax salam verim, hello! Görsünüz gülür. Hamı burada belə çox şeydir. Saat hal-hazırda burada 11-ə işləyib 25 dəqiqə. Həm gecə həyatı başlayıb, həm də küçələrdə yeməklər satılır. Meyvələrdir, məsəl üçün, yeməklərdirlər. Masaj salonları hal-hazırda işləyir. Bizdə məsəl üçün, necə qadınlar? Hello, how are you? Hello. Gedin burada, gedin burada. Kapunha. Masajka. Ha. Suayka. International. From Azerbaijan. Ah, what is that? Can I keep that? No? Is it okay? No? Not good? Okay. Kapunha. Bye. Hə dostlar, bugün sizə ümumiyyətlə videolarda görmədiyiniz bir şey eləyəcəm. Yəni bunu adətən eləmirik. Sana ver onlara, sana ver onlara. Hello guys. Namaste. Namaste. I was in India
7 days ago. Okay. Yeah, it was playing nice place. Where were you? Yeah. Where were you? I'm international guy. Okay. Yeah, my home is the world. Oh, okay. Doesn't matter for me, Azerbaijan or Turkey. I'm from everywhere. You're from where? Everywhere. Everywhere. Yeah. Okay. Good luck, guys. Have a Yeah, good day. good luck. See you. Bye. Bye. Cool. Bye-bye. Bugün yani videoda görmediğiniz şeyler göstereceğim size. Bəzi şeyler var ki, indi onu videoda göstermirlər. Bu da nədir? Düzdür. Bəri başdan deyim, biz onları çox eləmirik. Sadəcə yəni bilirəm ki, bu olur. Burada çox rahat. Yəni qarşına gələn burada marketdə işləyən, nə bilim, manikürdə işləyən, taksidə işləyən, nə bilim, demir meyvə satan hamısına belə rahat deyə bilərsən. Çünki bu bunlar üçün bu Çok normal. ha, əlavə ikinci işdir. Yəni bu çox gəlirli bir işdir burada. Yəni burada elə bir şey pis baxmırlar. Hello. Sizə şair öncəki videolarda demişdik ki, yəni Taylanda gələcək. Burada çox görmədiyiniz şeylər videonun sizə göstərəcək. İndi ona da mən sizə müəyyən bir şeylərdə sizə kömək eləyəcəm. Yəni bunlarda çox özgürlük, rahatçılıq, azadlıq var. Həddindən artıq çox azadlıq var. Bax dostlar, hal-hazırda gördüyünüz, bax məsələn, bunlar manikür eləyirlər, bunlar iş adamılar. İndi bunlar özlərini burada düzəldirlər, eləyirlər, barmağın falan. İndi birazdan sonra çıxacaqlar iş yerlərinə. Hamısı burada hazırlaşır. Buradan iş yerinə hardasa 100-200 metr qaldı. Gedirlər iş yerinə. Bax bunlar gördüyünüz hamısı iş adamlarıdır. Bunlar işə hazırlaşırlar, işə çıxacaqlar. Bax gördüyünüz adamların hamısı bunlar oturublar burada. Əgər gecə həyatına hazırlaşırlarsa bilin ki, bunların hamısı niyyətləri odur. Bunların hamısı niyyəti birdir. Bu da hal-hazırda meyvə bazarındayıq. Burada fərqli-fərqli meyvələr var. Məsələn, mən dünən bunun tamına baxdım. Bu bilirsiniz nəyin tamını verir? Hi, how are you? Bu viski tamı verən bir meyvədir. Viski tamı verir bu. How are you? I didn't eat that I bought from you yesterday. Still in my refrigerator. Okay? One. Can you open one? Can we show this to the video? Çox gözəl xanımdır, sakit xanımdır. Dünən bundan meyvə almışıq. Bax görürsünüz yenə verir. Dünən hətta bir dənəsini verib yemişəm, indi yenə verir. Kameranın xatirinə ki yeyim. Sən yemək istəmirsən bunları? Đi nè, con ngủ à nhỉ? Ha? Say hi to Azerbaijan. In Thai language. Svadima Azerbaijan. Svadiha. Bu bildiğiniz həqiqətin viski tamını verir. Hello mister. Hello Mr. Siyah. Thank you very much. Kapun ha. See you. I will buy when I come back. Ok, nhà lưu ma nha. Ha? Sen yakın gel. Mesela bak. Kapun ha. Bak dostlar, kesin qalazda balacasını verəcək. İşindən çıxdım ama sanmıyorum. Ha. Okay. Okay. Yeah. Yeah, good man, Superman. Good. Good. Superman. กรอบแล้วลูกมีนะจ๊ะหวานมันเลยจ้าจะหมอนทองจ้าดูเนื้อก่อน คน นะ 50 บาทแม่ Thank you. ร้าน Alırmış böyle bakırlar. Ya İşçi belə bir tərdi. Belə ürək bulantısı bir verir. Elə bir sanki soğan tam verir biraz. Yedim tutardım ama tamını yiyəmədim. Amma onu deyim, ay bilə, Tarakan. Farzə göstərir, Fartur Travel şirkətinin müdürünə. Yenə gəl Taylanda. Gəl, al. Hər nəsə bir də yemərəm. Budur ha. What is it? Yine biri yokla da. Bu nədir? Üzüm oxşuyur. This is eatable? Can I check? Try this. Üzüm oxşuyur. Turş məzə və hansısa bir otun iyisi gəlir bunun. Otlu, hansısa bir fərqli otlu. Nədir tam bilmirəm. Sağ olasın. Pulsuz verib tamına baxdıq. Qaydandalar. Belə maraqlı şeydir, yəni çox qəşəng tamlar var, amma soyuq olsa yaxşı olar. Nice tattoo man. Hal-hazırda gedirik. Mən sizə bunların
Gecə həyatı haqqında məlumat verəcəm. Burada məsələn ledilər var, ledi boylar var. Onların üzə artıq tam içinə girib bütün nə məlumatları varsa, niyə buradadılar, nə vaxtdan bu işə başlayıblar, nə qədər maaş alırlar, hamısını sizə bir-bir öyrənib deyəcəm. Prosta bir dənə məsələ var ki, bunlar videonu qoymağa, çəkməyə qoymurlar. Amma çalışacaq bir müəyyən kimsə razı olsa, çəkəksə göstərək. İndi biləm, olar olmaz baxarıq ona. Amma ki, belə oturub söhbət eləmək olur. Bilirsiniz ki, öncəki videolarımızda sizə göstərmişdik. Burada tarakanlar, qurtlar, zatlar belə yeyilir. Bunlardan normaldır o. Ona görə də burada hər yerdə tarakan görə bilərsiniz. Tarakan balacasından tutmuş, bayraq 7-8 santimetrə qədər qalxan tarakanlar var. Məsələn, o gün oturmuşduq burada bir restoranda, Türk restoranında, adını istəsən göstərmə, amma şey olmasın. Kimdən edin? Hə. Türk restoranında oturmuşduq, ikinci səfər çörək yeyirdik. Yedi qutardıq, çıxanda gördük ki, o çörək zat, ət zat kəsilən yerlərdə tarakan qaçır o tərəfə, bu tərəfə. Ondan sonra da Güvənimiz dağlara qar yağdı. hə, səki biz ən çox güvəndiyimiz yer oraydı. Ben de orada getməyəcəyik. Bunlarda ən çox marketlər var. Bir market var, 7-11. 7-Eleven deyirlər. Çox məşhurdur. Yəni məşhur deyəndə, yəni bir dənə market deyəsən ancaq odur burada, bu ölkədə. Başqa market yox. Çünki o marketdə hər addım başı var. Oradan hər bir şey normaldır. Qiymətlər də münasibdir. Hamısı təzədir, svejdir. Yəni oradan Kapalı şəkildə almaq yemələr olur. satılır, isti deyə soklar verilir, içkilər verilir. Onun içində kokteylini düzəldə bilirsən. Onun içində kokteylini düzəldə bilirsən. Alıb onun içində qızdıra da bilirsən. Qızdırırlar, verirlər. Hər bir şey eləyirsən yəni onun içində. Rahat market. Sən burada masaj soruşaq. Bura qəşəng. Baxın masajdan isə foot masaj, heat masaj, Thai masaj. Thai masaj. Swadima. Thai massage 250. 250. Thai masaj 1 hour. 1 hour. Bir saatı 250 baht. Hardasa neçə eləyir? 12 manat. 12 manat 50 qəpik. O bizim pulla 12 manat 50 qəpik. Okay. Aroma oil foot massage. Miss, on the Thai massage there is no oil. This one Şey oil soruşma massage. bırak. Natural oil 300 baht. Ha, yağla olanda 300 ha. Oil massage. Also Wait, have and see. aroma oil. 500 baht. Okay. Till what time this open? We open from 5 p.m. to 5 5 p.m. Okay. Thank you very much. Welcome. Okay. Have a good day. Bye. Masajların qiymətlərini göstərdik. İndi yorulanda təzədən qayıdaraq göstərərik. Bax, məsələn, qarşı tərəfi göstər. Bu gördüyünüz Avropalıdır. Məsələn, bax, gəlib. Məsələn, ən çox burada lady boylardan daha çox xoşu gəlir. Burada lady boylar daha çox Avropalılar üçün xidmət göstərir. Bunların hamısının özlərindən aldığım məlumatlardır, sizə bildirirəm. İnsanlar ümumiyyətlə lady boyların üzünə baxır. Bu gördüyünüz məşhur Walking Street'dir. Pattaya'nın ən məşhur Walking Street'idir. O tərəfi göstər, biz o küçəyə girəcəyik, amma hal-hazırda getmirik, çünki insanlar bu dəqiqə azdır orada. Birazdan keçər. Deməli, baxdığımız bütün videolardan hamısı, bunların hamısı üzdən görünüşlərdir. Mən sizə bunun için göstərmək istəyirəm ki, İşte daxildə nə var, yəni bunlar necə işləyirlər, nə düşünürlər. İndi qismət olsa gedək bir dənə görək, bir dənə 57 boy tapsaq, bir söhbət eləyək. İcazə versə kamerada çəkək. Fikirlərini danışım, ingilis dilində danışaq, ingilis dilində bilirlər, bəzilər. İngilis dillər, 57 boylar biraz bilir. Danışdıraq görək, niyə bu sənəti seçiblər, niyə bura düşüblər, necə işləyirlər, vergisi mi nədir? Hamısını sizə öyrənək, danışaq. Bir dənə bu Taylandın ən pis xüsusiyyətlərindən biri nədir? Burada kanalizasiyalardan çox pis iyi gəlir. Yəqin ki, kanalizasiya çox genişdir burada. Deyim, yol boyu ancaq kanalizasiyadır. Yəqin ki, yağıntılara görədir. Yol boyu ancaq kanalizasiyadır və pis iyi gəlir. Məsələn, buradan ilə belə, məsələn, kamerada kimlər görsəniz, sağda, solda. Bunların hamısı yüngül həyata qulluq edən xanımlardır və lady boylardır. Düzdür, çəkməyə qoymurlar. Yenə də müəyyən bir qismini göstərərik. Çalışarıq ki, problemimiz olmasın. Çünki burada belə bir şey də var ki, məsələn, deyir çəkmə, naql ikinci səfər çəkən kimi avtomatik sənə cumub döyə bilərlər səni. Yəni, hamısı özdə birlik var bunlarda, hamısı birdən cumur. O gün gözümüzün də şahidi olduq. Yəqin ki, bunu başqa videolarda görmüşsünüz. Dostlar, gəlmişik Pattaya'nın dəniz kənarına. Bax, orada gördüyünüz kimi Pattaya yazılır böyük hərflərlə.
Dənizi normaldır, çimmək olur gün ərzində. Yəni axşamlar yığışdırırlar, axşamlar kimsə çimmir. Axşamlar da belə kimlər istəyir uzanır. Və bir də sizə bildirim, burada şey alveri də var. Bu stul. Gördüyünüz stulları burada bir axşamına 50 pat kiraya verirlər. 50 patını 2 manat 50 gətir. Bir gecəsinə verirlər sənə. İstədiyin qədər otur, sonra təhvil ver, çıx get. Belə deyək də, pula çıxan xanımlar, daha çox yəni belə qorxusu az olanlar, görsənmək problem olmayanlar yolun kənarında dayanırlar. Biraz qorxanlar, biraz bərdə dayanırlar, bəri tərəfdə. Məsələn, qumluqda dayanırlar. Biraz da qorxanlar orada dayanırlar. Bəziləri də var ki, gəlib deyib, məsələn, burada uzanırlar. Onlar uca laf qorxanlar, istəmirlər ümumiyyətlə kimsə. Onlara gələncə gəlib burada, yaxınlaşasan, eləyəsən, burada tanış olasan onlarla. Onlar burada otururlar. Gəlin gedək, yavaş-yavaş sizə göstərək. Hal-hazırda çox görməsiniz, çünki saat 9-10 olar. Baxın, deyib görürsünüz, buradan görürsünüz. Bax, məsələn, deyib, biri orada dayanır. Məsələn, deyib, orada stulda oturanlar da var. Sonra, məsələn, deyib, orada duranlar da var. Hamısı dururlar, yol boyu göz qaşıyırlar. Bax, görürsünüz orada mısınız? Yolun qırağında gördüyünüz hər kəs əziz dostlarım. Həyat qadını da var, hər birisi. Kimi görürsə hər birisi. Bunların çoxsu ailəsindən falan, qohumlarından gizlin gəlib işləyirlər burada. Bunlar ailələrinə deyirlər ki, gəl nə bilim, masajda işləyirəm. Yəni belə alladıb gəlirlər. Ona görə kameraya düşmək istəmirlər. Məsələn, deyir ki, mən 14 yaşımdan başlamışam. Deyirəm, necə 14 yaşından? Deyir, çünki mən uşaqlıqdan hiss edirdim ki, mənim qızlara heç bir meylim yoxdur. Ona görə də yəni keçib bu həyata bu işlə məşğuldur. Ondan sonra yaxınlaşdım bir dənə leydiyə. Onunla söhbət elədim. Niyə keçmirsən? Niyə bu işlə məşğulsan? Niyə gedib normal başqa bir yerdə işləmirsən? Yaşı 23 yaşdır. Niyə deyirəm ki, başqa yerdə işləmirsən? Deyir, oranın qazancı daha zəifdir. Burada deyir 15 gün işləyirəm. 15 günə 100.000 bat qazanmışam. O da aradasa günə 7.000 bat edir. 7.000 batını da Azərbaycan pulundan bölsək, günə 350 manat pul edir. Yəni 15 gün günə 350 manatdan pul qazanır. Deyir, bu daha rahatdır, mən necə çətin işləyib. Və burada da ki, ümumiyyətlə bunlara nəzarət falan yoxdur. Yəni polislər zətlər bunlara heç nə demir. Çox rahat durub hərəkət edə bilirlər, gəzə bilirlər. Bunlara polis heç nə demir. Çünki burada azadlıqdır. Yəni heç kim sənə ona qarışa bilməz. Heç kimin səndən işi yoxdur. Burada sənə heç kim heç nə deyə bilməz. Biri var idi, deyir ki, uşağım var, ərim var, amma gəlib burada işləyirəm. Çünki yalandan deyir ki, güya ki, başqa işdə işləyir. Dostlar, hal-hazırda gəldik. Əsas küçəyə, Walking Street'ə, yazılıb yuxarıda Walking Street. Bu küçənin girişi başlanğıcıdır. İndi videoda ancaq məni görəcəksiniz. Şahin görsənməyəcək, mən görsənəcəm, mən idarə edəcəm. Getdik, baxaq, görək nə var, nə yox. Gördüyünüz kimi burada hamısı belə klublardır. Sağ, sol klublar, restoranlar. Burada indi əlimizdə kamera var deyə bizə çox yaxınlaşmırlar. Ümumiyyətlə kamera olmayanda, kamerasız gedəndə yaxınlaşırlar, səni dartırlar. Kamerayla gedəndə çəkinirlər deyə göt getmirlər. Məsələn, bu gördüyünüz burada xanımlardır. Məsələn, orada topu vurursan, top değən kimi düşür suyun içinə. Xanımlar düşür suyun içinə. Gəl keçək bura. Bax, göstər, bax, yenə geçək. Bax, göstər. Nice. Dediyim kimi buranın ən məşhur marketi 7-11. Gedək bir dənə sualaq çıxar. Hello. Fine and you? Kapun ha. Okay, güzelsin. Bakın görürsünüz orada Bursa basın, değişe bak görürsünüz düştü suyun içine. Rüzgar abi. Nasılsın abi? İyi misin? Güzel. İyi misin? Sen nasılsın? Teşekkür ederim. İşler nasıl abi? Burada mısın bugün? Bugün buradayım. Yarın Türkiye'ye dönüyorum. Tamam. Yarın 11.30'da. Tamam abi. Numaram var, haberleşiriz abi. İnşallah. İnşallah Ekim'de geleceğim. İnşallah. Görüşürüz o zaman. Nasıl keyifler? Sağ ol, teşekkür. Bugün video blog yapmak istedik. Hep geziyoruz. Bugün artık şey yapacağız. Blog yapacağız. İyi Tamam. edersin. Görüşürüz. Görüşürüz. Kendinize iyi bakın. Sağ olun. Sağ olun. Teşekkür ederim. Reklam göster burada. Bekar adam. Buna göre pul alır.
Sağınıza, solunuza. Sağınıza, solunuza da gördüğünüz bunların hamısı xanımlardır, insanlar cəlb edirlər klubun içinə. Hello. Dostlar, önemli məlumatlardan verim ki, burada klublar belə görsəndiyinə baxmayın, burada təhlükəli klublar da var. Məsələn, o gün elə belə polislə söhbətləşdim. Polis məlumat verdi ki, çalışın ikinci mərtəbəli olan klublara qalxmır. İkinci mərtəbəyə qalxan klublar daha təhlükəlidir. Çünki məsələn, gedərsiniz əlavə bir deyəndə əlavə xərclər gəlirlər üstünə, əlavə nələrsə pullar gəlirlər üstünə, məcbursan ödəyərsən. Ödəməsən, yəni buraxmırlar, problemlərin çıxır. Ona görə polislər məsləhət görür ki, ikinci mərtəbəyə getməyin. Bildiyiniz normal yerlərə, birinci mərtəbəyə gedin. Bildiyiniz normal yerlərə gedin ki, başınız ağrımasın. Məsələn, ping-pong show var burada, orada getsəniz, məsələn, orada elə belə sən tam ki, geyib otura bilərsən, yanına kimsə gələ bilər, avtomatik səndən pul çıxacaqlar ona. Misal üçün, pulu bir də belədir, məsələn, aldığın hər nəsə varsa, pulun dərhal ödə. Aldığın pulu dərhal ödə. Ödəməsən, sonra üstünə faiz gələ bilərlər, yalandan danışa bilərlər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Və klublarda ki, klubların içində hər bir şey görə bilərsiniz. Ağla sığmaz şeylər baş verir. Çox fərqli. Yəni, ağlınıza gəlməyən hadisələr klubun içində olur. Yəni, açıq, saçıq, belə hər bir şeylər ola bilir. Ben biliyorum. Burada Rus klubları da var, Ruslar. Rusların özləri də olur burada. Rusların klublarıdır, Rus dilində mahnılar. Belə. Allah bu geldi şunu kabağıma koyar gibi video çekir. Bunlar ise Hindistanlıların klublarıdır. Mesela sağ sol hamısı. Üç-dört tane en büyük kulüp var ki onlar da Hindistanlıların klubudur. Mesela biri Post klubdu, Java klubdu, ne bileyim o neydi? Jana. Bak solunuzda gördüklerimizin hamısı lady boyları. Bak solda ne ki görürsünüz.
Bax solda. Şahin get qabaqdan fırlan məni çək. Şahin. Şahin. Fırlan. Gəl. Bax gördünüz mənim solundakıların hamısı lady boylardır. Getdik. Naşa Raşa. Rus klubu burada. Здравствуйте. Опа. Sorry. Gel sen gel. Bak bu da təxmini klubdakı içkilərin qiymətləridir. Yenə deyim, qiyməti Azərbaycan puluna hesablamaq istəyirsinizsə, gördüyünüz məbləğləri bölün 20-yə. Məsələn, 500 bahtdırsa, 20-yə böləndə 25 manatdır. 5 dənə pivə, 5'ini alsan bir də plus. 6 pivə 25 manata düşür. Bu da artıq önce şişənin sonudur. Da buradan artıq belə klublar var. Bir də bunlar içəri hissələrdəndir. Məsələn, içəridə, sağda, solda klublarda var. Dostlar, bu hal-hazırda mən göndərib bunun içine, gedib girəm bunun içine. You want me to invite? Taxi. Taxi? This is taxi? Yeah, where you go? Where you go? John Tiana. I want to market, to 7-Eleven. Oh, 7-Eleven. Go. Yeah. But you said to go here. Yeah, yeah. You take me to 7 You go and back. Yeah. Ha. Okay, they wait. You wait. Yeah. You wait here? Yeah. Seven. Ha. Bu deyir gedir markete gel gözlerim burada. Ha. Çox gözləyəsən, gözlə gələm. Okay, okay. Gözlə gələm. But wait, okay, wait. Maşın nömrəsinə bax 9. Bax qaqaş qəpək pul verib onu. Bunların maraqlı nömrəsi var, Şahin, bax. İçində nəsə var, bax, içindəkilər nədir? Yeməkdir, bu nədir, yoxsa lotkadır? Lotka. İçində elə padnos da var, içində nədirsə. Bu da təndir oxşu qabıdır, nədir? Nədir? Bu qırmızı nömrə yəqin səfir nömrəsidir. Belə adi nömrəsi də var. Şahin, ondan şirniyyat mağazalar ayrı satırlar burada, bax. Şirniyyat mağazası ayrıdır. O nəsə pişirir orada, gəl görə Şahin. Gəl gör burada nə pişirir. Burada bu 7-11 marketin şirniyyat yeridir xüsusi. Görə nə pişirirlər burada. Hello, mister. What do you cook here? You have pizza? What you have? Ya burada qiymətlər ucuzdur. İndi bir dənə böyüklüyünə bax. Bunu şəhərdə yemişdik biz. 170 şeydi, neçə şeydi? Which one you have? This is chicken? Pork? No pork. No pork. Pizzalar var. Do you have menu, brother? Which chicken you have? This is what? Sausage spicy double the look. What? Double the look pizza. Double Corona deluxe. and sausage. Ha. 2 dənəsini aldıq Allah. Bir dənəsi deməli birinin alında birini hədiyyə verirlər. 4 manat. Ucuzdur ki. Balacadır amma böyük şeylər deyil. Bir tərəfdə soyuq deyil. İçəri düşür. Çörək də yerə düşür. Deməli Tayland'a gələndə ən çox burada nə məşhurdur bir də videolardan. Burada özün kokteyl düzəltsən. Bunlar məsələn belə yuplər var ki, çox dadlıdır. Özün yığırsan, məsələn nələr varsa içinə tökürsən, orada düzəltsən. Sizə göstərəcəyik bunları. Bax məsələn mən tutam ki bunu seçirəm. Bundan sonra mən seçdiklərim enerji tiplilərdir. Məsələn bu hardasa 1 manat neçəsə qəpikdir, bu 30 neçə qəpikdir. India. Bu vitamin C. Nəyinədir bu? Buydu. Ha. Bir dənə bundan götürdüm. Bir dənə də enerji drink götürüm. Kırmızı götürüm. Ha, bu da bundan olsun. Uşaqlar, bu gədə deyir ki, burada video çəkmək olmaz. Onun prinsipinə biz də burada düzəldirik. İmmin onun prinsipini. Okay, brother, okay. Çəkirsən Şahin. Onun acığını da burada eləyirik.
Çörek. Neçə alır abi? Neçə alır? Mesela 4 milyon ton pizza nədir burada? Bunlar ne olacak? 1-2 manata gəlir bu. Ey, bir iki mənlik. 1-2 manata gəlir gəlir bu. Hə, bu əti yox ancaq çörək. Mən yeyən şey deyil bu. Hə, məndə ki bu əti. Soruş hansı alsın? Acılıdır görmüsən üstündə şey. Allah sən bunu. Sən yapıyorsun. Üstündə nələr veriblər şahin? Pistotu var, nə bilim, bu nədir? Çili sos. Dostlar, eğer cennet ve cehenneme inanırsınızsa, Tayland'a gelmemişten önce düşünün. Yani cennet yoktu ondan sonra size. Ya cennet ya Tayland.